müəllimlər, xoş gördük hər birinizi. Bundan öncəki videoda sizlə 5-ci sinifdən ilk 6 mövzunun izahını bölüşmüşdüm. Bugün isə 7-ci mövzudan başlayaraq bir neçə mövzunun izahını sizlərlə bölüşəcəm. Deməli, 7-ci mövzu tarix və etnografiya muzeyləridir və Milli Azərbaycan Tarix Muzeyi görək nə vaxt yarandı. Deməli, bu muzey xeyriyyətçi olan, sahibkar olan Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci ildə özü üçün yaşamaq üçün tikdirdiyi sarayda yerləşmişdir və muzey kimi də ilk tamaşaçılarını 1921-ci ildə qəbul etmişdir. Bu muzey yarandığı ilk vaxtlarda burada arxeologiya şöbəsi, sonra tarix, eyni zamanda bədii sənət, xalq təhsil şöbələri, təsviri sənət, sonra botanika, zoologiya, mineralogiya, bir də qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. Sonra gəlir arxeologiya fondu. Arxeologiya sözü özü arihos, qədim və logos, yəni söz, elm deməkdir. Qədim maddi mədəniyyət nümunələrini öyrənən elmdir. Arxeologiya fondunda deməli ilk insanların meydana gəlməsi, formalaşması, inkişaf etməsi tarixi öyrənilir və burada 80 mindən artıq material var ki, buna da misal olaraq Tuncu, ilk dəmiri, sonra daş, mis daş, bir də antik və orta əsrlər dövrünə aid olan maddi mədəniyyət nümunələrini misal göstərə bilərik. Hal-hazırda ekranda gördüyümüz bu vitrin arxeologiya fondunun vitrindəndir və buradakı qablar saxsı qablardır və antik sənətkarlığa həsr olunub. Sənətkar bu cür qabları hazırlayan zaman onun ya formasını heyvan formasında hazırlayırdı, ya üzərinə heyvan təsvirləri çəkirdi, ya da ki qulplarını heyvan formasında edirdi ki, bunu da aydın görünməsə də buradan müşahidə etmək olur. Daha sonra digər qablara da baxsaq, yəni görərik ki, ya heyvan formasındadır, ya da qulpları heyvan formasındadır, ya da üzərində heyvan təsvirləri var. Deməli, bu oldu arxeologiya fondu. Daha sonra gəlir etnografiya. Etnografiya da Yunan sözüdür. Etnos xalq, qrafis isə təsvir etmək deməkdir. Və burada da başlıca vəzifə odur ki, xalqın mədəni irsi öyrənilir. Tarixi tədqiq edilir, daha sonra zənginləşdirilir. Və bu da arxeologiya, daha doğrusu etnografiya fondunun vitrinidir. Burada isə 9000-ə yaxın eksponat saxlanılır ki, buna da misal olaraq göstərə bilərik. Deməli, bürüncdən, tuncdan, daha sonra misdən olan, daşdan olan hazırlanmış əmək alətləri, bir də məişət əşyaları. Bir də bu fondda Azərbaycan dekorativ tətbiqi sənətinin inciləri hesab olunan belə deyim, nümunələr var ki, buna da misal olaraq mis şərbət qabını, eyni zamanda şirli, şirsiz olan saxsı küpələri, daha sonra kasanı, dolçanı, qəndil və yaxud da çıraq da deyilir. Sonra kasa, eyni zamanda ağacdan düzəldilmiş, metaldan düzəldilmiş əmək alətləri və s. Bütün bunlar da Azərbaycan dekorativ tətbiqi sənətinin inciləri hesab olunur. Bir də bu muzeydə Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə 9 otaq ayrılıb ki, burada da onun fraqmentləri görürük. Baxın, bunlar Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək üçün ona ayrılmış, həsr edilmiş otaqlardır. Sonra gəlir Qala Dövlət Qoruğu. Qala Dövlət Qoruğu da belə deyim də Abşeron diyarında yerləşir. Qala kəndindədir və burada belə deyim də tapıntılar, arxeoloji qozuntular zamanı tapıntılar olmuşdur və yəni Qala Qoruğu adını 1988-ci ildən almışdır. Qala sözü də məğlub edilməz yer mənasını bildirir və xalqın təsəvvüründə də qəllə sözündəndir. Qəllə sözü də taxıl, bərəkət mənasında işlənilir. Deməli, Qoruq adını alır 1988-ci ildə, daha sonra 2008-ci ildə isə burada belə deyim də açıq səma altında arxeoloji, etnografik muzey kompleksi yaradılır. Və kompleksin ərazisində belə deyim Abşeron yarımadasının arxeoloji və memarlıq abidələri toplanılıb və bərpa edilib. Gəlin görək Qala kəndində evlər necə olurdu. Deməli, adətən 2-3 otaqdan ibarət olurdu. Mətbəx hissə olurdu, daha sonra qonaq otağı, bir də yataq otağı. Mətbəx hissədə ocaq yeri olurdu, bir də su axan var idi.
su axan olardı. Mətbəxin içərisində də gildən təndir olardı. Bir də ocaq olardı ki, onun da tüstüsü dubla adlanan baca vasitəsilə soğurulardı. Daha sonra qonaq otağı var idi ki, burada əsasən taxtçalar, ləmələr var idi, camaxatanlar var idi. Bunu da növbəti, bundan öncəki, daha doğrusu öncəki videoda sizlərlə bölüşdük ki, ləmə nədir, camaxatan nədir? Camaxatanda da belə deyim də sandıq yerləşərdi, sandıq qoyardılar. Daha sonra yorğan, döşək bu belə deyim də bu hissəyə yığılardı. Sonra ləmə də divar boyu uzanan yerdi və orada da sini, sərpüş, kasalar düzülərdi. Sonra kürsü yorğanı var idi ki, bu yorğan da belə deyim də qızınmaq üçün sırınan kürsü idi. Yəni kürsü yorğanı idi ki, həmin o mətbəxdə belə deyək də yemək bişdikdən sonra orada qalan o közü gətirirdilər, həmin o manqala qoyurdular qonaq otağında və o kürsü yorğanı üzərlərinə salıb və onun altında qızınardılar. Daha sonra Qala kəndində xalq sənətinin ən qədim növlərindən olan dəmirçilik, bir də duluqçuluq sənəti də inkişaf etmişdi ki, burada kiçik dəmirçilik emalatxanaları var idi ki, nalbənd adlanırdı. Orada da nal hazırlanırdı və atın ayağına, yəni dırnağına nal vurulurdu. Sonra gəlir növbəti dərsimiz xalq geyimləridir. Burada da tanış olaq görək. Azərbaycan qadınının, yəni xalq geyimi necə olurdu, daha sonra kişi geyimi necə olurdu. Öncə başlayır qadın geyimindən. Deməli, qadın geyiminin əsas cəhəti çox qatlı olmasıdır, yəni üst-üstə olması, bir də qırçınlı olmasıdır. Eyni zamanda üst köynəyi, arxalıq, çəpkən, ləbbadə, kürdü, küləcədən ibarət idi və məxmər, tirmə kimi parçalardan tikilərdi. Eyni zamanda atlasdan da olardı, zərxaradan olardı, ipəkdən olardı və s. Ağ, qırmızı, göy, sarı, yaşıl və tünd rənglərdən daha çox istifadə olunurdu. Belə deyim, gənc qızlar daha açıq rənglərdə, orta yaşlı və yaşlı qadınlar isə daha tünd rənglərə üstünlük verirdilər. Və həmail var ki, burada bunu görürük. Digər adı da amuletidir ki, o da belə deyim də bəzəyə oxşuyur. Ancaq onun əsas belə deyim funksiyası bədnəzərdən qorumaqdır. Və o da miras kimi nəsildən nəsilə töhfə verilərdi ki, bu da mirvarilərlə bəzədilərdi. Daha sonra gəlir qadının baş bəzəyi. Baş bəzəyi də zümrüd, bir də yaqut daşlarla işlənərdi. Sonra burada belə deyim də müşahidə edirik qadının üst köynəyini, sonra şalı. Bu arxalıq hissəsidir. Sonra bu arxalığın qolçağıdır. Kəsim belə deyim də biçimi fərqli formada olan. Sonra köynəyini görürük. Bir də köynəyin qolçağını görürük ki, həmin bu köynəyin qolçağıdır. Sonra boyun hissəsidir. Bir də balaq hissə var ki, hansı ki belə deyim tumana sonradan tikilir. Əlavə olaraq tikilən bu balaqda naxışlar olardı. Bu naxışlar da qadınlar inanardılar ki, onları şər qüvvələrdən qoruyur. Və qadının o balağı, yəni yerə sürünər zaman, yəni yerə dəydiyi zaman torpağa məhsuldarlıq bəxş edər, bir də ondan həyat gücü alardı. Burada da deməli tumanın fraqmenti göstərilib. Daha sonra qaytan, bir də qotazlar var ki, qotaz da o deməkdir ki, yəni belə deyim də yuxarı hissəsi bir yerə yığılmış, bağlanmış saplardan ibarət saçaqlı bəzəkdir. Bu oldu deməli qadının üst geyimi. Daha sonra gəlir kişinin üst geyimi. Kişinin üst geyimi də atlas, ipək, kətan və başqa parçalardan olardı və kişinin üst geyiminə də aiddir. Deməli papaq, üst geyim köynəyi, arxalıq, çəpkən, çuxa, çiyinlik, bir də şal var. Maldarlıqla məşğul olanlar isə yapıncı geyərdilər. Yapıncı da belə deyim də insanları, onları həm soyuqdan qoruyardı, eyni zamanda küləkdən qoruyardı və
istidən də qoruyardı. Eyni zamanda yorğan döşək kimi də istifadə olunurdu. Sonra gəlir kişi geyimi olan çuxa. Çuxa vəznəli və çərkəzi də adlanardı. Bel hissədən büzməli və qırçınlı olardı. Baxın, bel hissəsi büzməli və qırçınlı formadadır. Daha sonra onun parçası isə tirmə, bir də mahuddan tikilərdi, hazırlanardı. Ağ çuxa xoş günlərin, yəni bəxtəvərliyin simvolu idi. Qara çuxa isə daha çox, belə deyim də, kədərin, bədbinlik əlaməti hesab olunurdu. Sonra kəmərdə isə xəncər, belə deyim də, silah asılardı. Burada da onu müşahidə edirik və burada görürük qələm qabını. Daha sonra bu tikmə saat qabıdır. Bu isə tapança qabıdır. Bu da tütün, yəni tənbəki kisəsidir. Sonra yun corabları, bir də çarıq və onun qaytanlarını da burada görürük. Sonra çuxanın qolçağı, bu isə şalvar. Deməli, bu da aid oldu kişi üst geyiminə. Daha sonra burada da görürük, papaq növləri görürük. Yəni kişiyə aid olan papaqlar var ki, burada birinci papaq börkü, şələ papaqdır. Daha çox kəndlilər istifadə edirdi, çobanlar istifadə edirdi. Sonra çal papaq var, şiş papaq var. Daha sonra isə qələmi papaq görürük. Və qələmi papaqla şiş papağı bir-birindən fərqləndirən, yəni elə bunun ucluq hissəsi baş hissəsinin qələm formasında olmasıdır. Daha sonra şəvq külah görürük, o da gecə papağıdır. Sonra burada Qriqori Qaqarinin Qarabağ bəyi çəkdiyi, yəni rəsmi görürük, müşahidə edirik. Bu isə geyim eskizidir, Bədurə Əfqanlıya aid olan. Sonra gəlir xovsuz xalçalar. Xovsuz xalçalar da, belə deyim də, yurdumuzun müxtəlif köşələrində toxunardı və kompozisiya quruluşuna görə, ornament zənginliyinə görə, rənglərinə görə bir-birlərindən fərqlənərdi. Məsəl üçün, gəlir birinci palaz. Palazın əsas xüsusiyyəti sadə və qaba olmasıdır. Bir də onun materialı bir yundan, bir də kətandan toxunur. Daha sonra dekor naxışı sadə, enli və ensiz, rəngli üfüqi zolaqlardan, bəzən də zolaq üzərində sadə həndəsi naxışlardan ibarətdir. Fikir veririk, görürsünüz, buradakı quruluş üfüqi formadadır. Yəni, üfüqi formadadır və rənglidir. Müxtəlif rənglər var və bəzən isə həndəsi formalar da, yəni naxışlar da bəzədilərdi. Onun da funksiyası odur ki, döşəməyə salınır, bir də geyim kimi istifadə olunur. Daha sonra gəlir cicim. Cicimin də xüsusiyyəti odur ki, ensiz olur, uzun olur. Bir də onun üzərindəki həmin o, belə deyim də, naxışlar, dekoru isə şaquli vəziyyətdə olur. Rəngarəng olur. Məsəl üçün, palazda necə öyrəndik? Öyrəndik ki, rəngli olur, enli və yaxud da ensiz olur, bir də üfüqi olur. Ancaq cicimdə kilimdən fərqli olaraq, daha doğrusu palazdan fərqli olaraq, belə deyim də, üfüqi formada deyil, şaquli formadadır və rəngarəngdir. Zolaqlar üzərində də daimi həndəsi naxışlar olur. Və onun təyinatı da müxtəlifdir. Məsəl üçün, döşəməyə salınır, sonra yorğan döşək üzü kimi istifadə olunur, mütəkkə kimi, daha sonra pərdə kimi, eyni zamanda həm qadının, həm də kişinin üst geyimində də istifadə edilir. Bu da oldu cicimin xüsusiyyəti. Daha sonra gəlir kilim. Kilimin xüsusiyyəti də odur ki, yüngüldür. Bir də 200-lüdür. Yəni, onun hər iki tərəfinə istifadə etmək olur və belə deyim də, onun da təyinatı odur ki, döşəməyə salınır. Yəni, funksiyası odur ki, döşəməyə salınır. Və onun da, belə deyim, dekor naxışında sadə həndəsi fiqurlar var. Yəni, burada da bunları aydın görmək olur. 3 bucaq var, trapesiya var, romb var. Yəni, bu naxışlarla da kilim bəzədilir. Sonra gəlirik şəddə. Şəddənin xüsusiyyəti divardan asılarkən saçaqlarının yan hissədə qalmasıdır və şəddə, belə deyim də, sujetli xalçadır. Burada da üfüqi sırada olan dəvə kərvanı var, sonra sarvan var, daha sonra belə deyim,
atlar var və s. Yəni bütün bunlar da şəddə xalçasının xüsusiyyətidir. Şəddənin də belə deyim, həm divardan asmaq olur, həm də döşəməyə salmaq olur. Burada da onun belə deyim üzərindəki olan həmin o naxışların sxemini görürük. Sonra gəlir zili və vərni, hansı ki iri olan, iri ölçüdə olan zili və vərni. Burada da xüsusiyyətləri odur ki, iri naxış elementləri var ki, onlar da kvadrat formalarda təkrarlanır. Görürsünüz, naxışlar yəni iri formadadır və kvadrat formada da təkrarlanır. Və belə deyim, onun materialı yundan olur. Üzərindəki dekor naxışında heyvan, quş və hərdəsi ornamentlər olur. Bir də S hərfini xatırladan naxış olur ki, bu həm suyu, həm də əjdahanı simvolizə edir. Onun istifadə təyinatı isə döşəməyə sərilməsidir. Burada da onun sxemini görürük. Sonra gəlir sumaq. Sumaq özü bitki adıdır. Narıncı qəhvəyi rəng bu bitkidən alınır və sumaqda da belə deyim böyük ölçüdədir. O tərs üzərində kilkəli belə deyim də iplik çıxıntıları olur. Materialı yundan olur. Dekor naxışında isə medalyon göl adlanan mərkəzi hissə var. Bir də haşiyələr var. Fikir verirsiniz, yəni haşiyəli formadadır. Daha sonra onun motivləri isə bitki və heyvandır. Həndəsi formalardan ibarətdir. Yəni həm bitki, həm də heyvan formaları həndəsi formalardan ibarətdir. Baxın, burada sxemlərdə də yəni onu aydın formada görmək olur və onun fonu tünd qırmızı, bir də tünd göy rəngdə olur. İstifadə təyinatı isə yalnız döşəməyə sərilməsidir. Yəni döşəməyə, yalnız döşəməyə salmaq üçün istifadə olunur. Bu oldu xovsuz xalçalar. Daha sonra gəlir xovlu xalçalar. Sonra burada görürük Azərbaycan Xalça Muzeyinin binasını. Deməli, bu muzeydə, yəni Xalça Muzeyində dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə, əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci nüfuzlu ixtisaslaşmış muzeydir. Və bu muzeydə, muzeyin kolleksiyasında 1400-ə yaxın xalça var, yəni xalça var. Eyni zamanda geyim var, miskablar var, tikmələr var, zərgərlik əşyaları var. Daha sonra şüşə, taxta, bir də keçə məmulatları var ki, yəni bu muzeydə qorunub saxlanılır. Və muzeyin ekspozisiyasında, yəni belə deyim də, o eksponat muzeydə olan məmulatdır. Ekspozisiyası onların müəyyən qaydada düzülüşü, sərgilənməsidir. Deməli, bu ekspozisiyada çeşniləri və texnoloji toxunma üsulları ilə seçilən xovsuz xalçalarla yanaşı xovlu xalçalar var ki, bu da belə deyim də Gəncə, Qazax, Quba, Bakı, Şirvan, Qarabağ, Təbriz kimi klassik xalça məktəblərinə məxsus olan xalçalardır. Və bunlardan biri də Quba xalçaçılıq məktəbinə aid olan xalçadır. Bu xalça Pirəbədil xalçasıdır. Gəlin görək muzeyin, daha doğrusu xalça məktəbinin xüsusiyyətləri nədir? Deməli, Quba xalçaçılıq məktəbinin əsas xüsusiyyəti odur ki, o ornamentlərlə, yəni bitki motivləri ilə xarakterizə olunub. Bu onun əsas xüsusiyyətidir. Dekor naxışında isə əsas elementlər sol, bir də sağ tərəfdə igidlik, ərlik rəmzi olan buynuz və qayçı təsvir olunubdur. Orta sahəsinin mərkəzində Hind toyuğu, onun ətrafında isə meyvə ağaclarının yarpaqları, bir də 8 güşəli göllər təsvir edilib. Orta sahəsi adətən göy rəngdə olur, tünd göy rəngdə, bəzən isə tünd qırmızı olur. Və burada da belə deyim də Pirəbədil xalçasında olan buynuz naxışını görürük. Daha sonra bu isə qayçı naxışıdır. Və Quba xalçaçılıq məktəbinə həm Pirəbədil xalçasını, eyni zamanda qımıl, sırçiçi xalçalarını da misal göstərə bilərik ki, bu xalça məktəbinin də belə deyim də naxış elementləri nəcibdir. Yəni belə deyim, toxunması hiss olunmur və yığcam rəng qammasına malikdir ki,
Bu xüsusiyyət Quba xalçaçılıq məktəbinə aiddir. Daha sonra gəlir Şirvan xalçaçılıq məktəbi. Şirvan xalçaçılıq məktəbində xüsusiyyətlər odur ki, belə deyim də, mürəkkəb ornamentlidir. Burada çoxlu sayda insan təsvir olunur. Deməli, burada daha çox insan təsvir olunur. Sonra məişət, bir də quş təsvirləri öz əksini tapır və Şirvan xalçaçılıq məktəbində dekor naxış ritm üzərindədir. İsti kolorita malikdir, yəni sakit kolorita malikdir və burada misal olaraq göstərə bilərik. Deməli, Şirvan xalçasını, eyni zamanda Muğan xalçasını misal göstərə bilərik və Şirvan xalçaları bir növ belə deyim də qədim xalçaları xatırladır. Və burada qeyd etdiyimiz kimi həm ciddi ritm var, bir də sakit, isti kolorit var. Sonra gəlir Qarabağ xalçaçılıq məktəbi. Qarabağ xalçaçılıq məktəbində də əsas xüsusiyyətləri belə deyim də qeyri-adi fantaziya, bir də koloritin əlvanlığı var. Koloritin əlvanlığı ilə seçilir. Və Qarabağ xalçaçılıq məktəbinin xüsusiyyəti isə üfüqi simmetriya, burada ovçuluq süjeti əsaslıq təşkil edir. Bir də ov səhnələrinin ancaq atributları var. Yəni simvollarla göstərilir. Və heyvan baxımından kompozisiyada heyvan təsvirləri daha çox yer tutur. Yəni heyvanlar daha çox belə deyim də bu məktəbdə əsas belə deyim də elementdir. Çox istifadə olunur və Qarabağ xalçasına da misal olaraq Malıbəy xalçasını misal göstərə bilərik. Daha sonra Xanlıq xalçasını, bir də Ləmpə. Burada da qeyd etdiyimiz kimi belə deyim, koloriti əlvandır, bir də ağlasılmaz fantaziyadır. Daha sonra gəlir Bakı xalçaçılıq məktəbi. Bakı xalçaçılıq məktəbində də əsas xüsusiyyəti yumşaq olmasıdır, rənglərin intensivliyidir, bir də bədii elementlərin orijinallığına görə naxışların incəliyi ilə seçilir. Və onu da qeyd edim ki, Bakı xalçaçılıq məktəbi də belə deyim də mürəkkəb ornamentlidir. Bakı xalçaçılıq məktəbinə Xilabuta xalçasını misal göstərə bilərik. Daha sonra Fatmayı, sonra Novxanı, bu kimi belə deyim xalçaları misal göstərə bilərik. Sonra gəlir Gəncə, Qazax. Gəncə Qazax xalçaçılıq məktəbinin də əsas xüsusiyyəti odur ki, burada kontrast rəng çalarları var. Eyni zamanda altıbucaqlı göllər əsas xüsusiyyətdir. Sonra dekor naxışında da müxtəlif həndəsi formalar, çox qatlı haşiyələr var. Fikir verirsiniz, çox qatlı haşiyələrdir və ornament bolluğu ilə daha çox belə deyim də zəngindir. Ona görə də digər xalçalardan fərqlənir. Burada görürük qaymaqlı xalçasını, hansı ki Qazax məktəbinə aid olan, sonra çıraqlı xalçasını da görürük ki, bu da Gəncə xalçaçılıq məktəbinə aiddir. Bundan başqa Gəncə Qazax xalçaçılıq məktəbinə misal olaraq Paxrallı, Işıqlı, daha sonra Borçalı, daha sonra Dəmirçilər var, Qaçağan var. Bu kimi xalçaları da misal göstərə bilərik ki, burada da həndəsi üslub üstünlük təşkil edir. Sonra gəlir növbəti xalça məktəbi, Təbriz xalçaçılıq məktəbi. Təbriz xalçaçılıq məktəbində də əsas xüsusiyyət odur ki, fon rəngi belə deyim də dolğun qırmızı olur, tünd göy olur, bəzən isə açıq sarı rəngdə olur. Materialı isə yundan olur. Dekor naxışında bitki və məişət motivlidir. Mürəkkəb ornamentlər var və ortada və künclərdə medalyonlar yerləşir. Bu xalça da Səfəvi dövrünə aiddir, yəni Səfəvi incəsənətinə aid xalçadır. 1-ci Təhmasibin sifarişi ilə Şeyx Səfi kompleksi üçün, yəni məscid üçün toxunmuşdur və 1893-cü ildə isə belə deyim də ingilislər tərəfindən aparılmış və Londonda Victoria və Albert muzeyində saxlanılmaqdadır. Daha sonra belə deyim, keçəcək növbəti dərsdə insanlar bəzək nə üçün lazımdır? Bu mövzuların izahını sizlərlə bölüşəcəm. Bugünlük bu qədər. Çox sağ olun.